Naxçıvanın bilirsiniz də blokada şəraitindədir. Yeganə paytaxtla əlaqəsi hava limanıdır. Naxçıvanda az-çox fəaliyyəti qənaət bəxşə yaxın olan təşkilatlardan biri Naxçıvan Beynəlxalq Hava Limanı idi son vaxtlar. Yəni o mənşur Gülməmmədli gedəndən sonra Naxçıvan Beynəlxalq Hava Limanında bir nizam-intizam falan belə yaranmışdı. Mən bir neçə dəfə Naxçıvana səfər eləmişəm. Son bir il ərzində bir neçə dəfə bunu müşahidə eləmişəm. Amma mən bu dəfə fərqli bir mənzərə müşahidə elədim. Yenə özlərinə uyğun, ixtisas sahibi olmayan bir adamı gətirib hava limanına direktor qoyublar. Salman Məmmədli adlı bir şəxsi. Adamın aviasiyanın A hərfindən də xəbəri yoxdur. Bakıda icra hakimiyyətlərində işləyib. Burada çalışıb, aparıb indi ora direktor qoyublar. Olsun, direktor müavinidir, direktoru əvəz eləyir. Mənim ona etirazım yoxdur. Ola bilər yaxşı inzibatçıdır, yaxşı idarəçidir, amma hər halda elə spesifik sahələr var ki, orada mütəxəssislər oturmalıdır. Gərək savadında olur. Gərək savadında olur. Deməli, Naxçıvan hava limanını çeviriblər bir bardağa. Girdim təyyarəyə, baxdım ki, mənim yerimdə bir sərxoş oturub. Sərxoş, adam ayaqda dura bilmir. Dedim ki, bəs bu, dedi biz buna işini çıxardacağıq. Ona görə də biz bunu elə burada girişdə oturtmuşuq. Mən biraz əvvəldə oturmuşdum. Biz girişdə oturtmuşuq bunu ki, biz birazdan buna işə çıxardacağıq. Nəysə, bunu durğuzdular, aşağı başqa bir yerə keçirdilər. Və mən oturdum öz yerimdə və başladım müşahidə eləmək. Gördüm ki, ekipaj etiraz eləyir. Çünki aviasiya qaydalarına ziddir. Bu sərxoşdur. Bu qalxıb təyyarə havada olanda problem də yarada bilər. Orada kimdənsə davadalaş da sala bilər. Təyyarənin qəzaya uğramasına səbəb ola bilər. Ekipaj etiraz elədi və dedi ki, bunu çıxartmaq lazımdır. Hava limanının rəhbərliyi gəldi orada təhlükəsizlik, aviasiya təhlükəsizliyin üzrə o mütəxəssislər, o növbədə olan rəislər gəldilər ki, bəs biz bunu necə çıxardaq, biz bunu çıxarsaq bizi söyəcək. İşte əxla var. Bu nə deməli şeydir? Bütün gün canışın Naxçıvanda söyürlər. Sən burada... Nədir, sən də o Süleyman müəllimin, Süleyman nə evdə familiyası? Neymətov, Daxışlar Nazırı. Neymətovun nisbəzinə deyil. İndi görünür o sərxoşu kimsə tapşırmışmış hava limanının direktoruna ki, bunu buraxıblar ora. Başqa məsələ. Mən sonra bu mənim diqqətimi cəlb elədi. Mən Azala da sorğu verdim. Biz birinci gün dünən Azala sorğu verdik. Azal hələ bizə cavab verməyib. Mən ümid edirəm ki, Samir Rzayev yəqin ki, bizim suallarımızı cavablandıracaq. Samir Rzayevin də mən xahiş edirəm rejissorumuzdan göstərsin. Efirə verək. Hörmətli Samir Rzayev Azalın rəhbəri təyin olunandan sonra orada mənim dəyişikliklər olmuşdu. Mənim ümidlər vardı, amma ümidlər özünü tam doğrultmadı. Elə bir adamı götürüb təyin edib ki, Naxçıvana. Bunu Samir Rzayev təyin edib. Çünki Naxçıvan hava limanı artıq Azala tabidir. Götürüb təyin edib oraya. Adamın da dediyim kimi aviasiyanın A hərfindən xəbəri yoxdur. Sonra mən araşdırdım və nə məlumatlara çatdım Heydər bəy. Deməli adam bir aydan sərxoşu bilmirəm. İndi sorğu vermişim. İndi onu da növbəti verilişdə danışacağıq ki, kimin qohumuydu, kim tapşırmışdı. Onu növbəti verilişdə deyəcəyik. Biraz həyəcanlı olsun, Naxçıvanlar da gözləsinlər növbəti verilişi. Araşdırdım ki, bu Salman Məmmədli, həmin bu hava limanının yeni direktor əvəzi Naxçıvana vəzifəyə gələndən Təbriz otelində qalır. 905-ci otaqda. 9-cu mərtəbədə mənzərəli bir yerdə. Adam günü 80 manata oteldə yaşayır. Bunun paltarlarının yuyulması, təmizlənməsi, qidası filanı hamısı ödənişli xidmətdir. Hamısı ödənişli xidmət. Təqribən günü adamın 200 manata gəlib çıxır. Gündə 200 manat bu belə otelə filana pul xərcləyir. Eməyi filanı besməkanı. Yəqin çox Naxçıvanda olmur da. Yox, orada işləyir. Mən başqa şey demək istəyirəm. Bəzi çünki nazirlər var o həftənin yarısını göydə keçirirlər, stüardessa kimi. Bəlkə bu da ondandır. Nə deyim valla. Amma məsələ nədir? Adamın xərcləri ayda 7-8 min manatdır. Adamın rəsmi əmək haqqısı da 1500 manatdır. İndi mən sual verirəm buradan Azalın prezidentinə, həmin o Salman Məmmədliyə. Bu Salman müəllim qalan pulu, xərcini
o 5000 manat ki əlavə xərcləyir, kreditmi alır, hansı banka borcu var və bu pul necə əldə edilir? Bağlanır da pullar. Onun cibində yəni. İndi bu məndə bir vətəndaş kimi şübhə yaratmır ki, Doğum evinin adı nə idi? perinatal mərkəz. Yəqin o da onun cibində pul perinatal mərkəz. İndi bu məndə şübhə yaratmır ki, Naxçıvan Beynəlxalq Hava Limanında deməli şübhəli əməliyyatlar var, rüşvət var, əlavə deyək ki, mənimsəmə var, nəsə var da, yoxsa bu pul hardan alır? Bir də ki, sən əgər Naxçıvana getmisənsə işləməyə niyə özünə gedib bir kira ev tutsan, ayda 500 manatdan baha Naxçıvanda ev yoxdur. Yəni 3 günün otelin pulunu versən, 1 aylıq evində qalassan. Yəni o xərclər səni orada ödəyər. Sən niyə gelib oteldə yaşayırsan? Bəlkə ağlına gəlmir o. Bəlkə ağlına gəlmir. Yox. Bilmək olmaz ya, çünki bunlar elə savadlı adamlar ora işə götürürlər ki, bəlkə də ağlına o adamın bəlkə də sən desən, gedib ev tutacaq, çünki ağlına gəlməyib indiyə qədər. Sabah. Yəni Naxçıvan hava limanı artıq bir bardağa çevrilib. Təsəvvürünüzə gətirin. 2-ci mərtəbədə bir yeməkxana vardı. Mən bir baxdım görüm mən orada bir nə var? Bir çay içim ya falan baxdım bağlıdır. Soruşdum, dedilər ki 3 aydan çoxdur bura bağlıdır. İndi bir vətəndaş gəlib o harasa uçacaq, biraz tez gəlib. Və yaxud da deyək ki, kimsə gəlib, hansısa deyək ki, bir qohumunu qarşılamağa. Acılı bir kət çörək yemək istəyir, harada yesin? Niyə bağlayırsınız buranı? Niyə aşmırsınız? Ondan sonra, mən yenə də Azala müraciət edirəm. VIP salonu, VIP-ni orada bardağa çeviriblər. Ora aidiyyəti olmayan adamlar orada həmin salondan istifadə edir. Məsələn, Əli Həsənovun qardaşı oğlu Ana Həsənovun Naxçıvanda VIP salonda nə işi var? Onu kim bıraxır ora? Və niyə bıraxır? Halbuki, Səlahiyyətli nümayəndənin müavini Samir Seyid Əhmədli həmin VIP-in siyasında yoxdur. Cənab Prezident onu oraya əlavə eləməyib. O gedəndə yaycı salondan gedir, ya da ki, Prezident Administrasiyasının İşlər İdarəsi bir məktub verir, məktub əsasında gedir. Prezident Administrasiyasının orada başqa işçiləri var, onlar da VIP-dən keçmirlər. Bu Anar Həsənli kimdir ki, belə fövqəl güc? Bunu VIP salonlara buraxırsınız. Niyə? Bunu kim buraxır?